Əziz yoldaşlar, biz nə üçün, nəyə görə vaxtımızı, ömrümüzü, cavanlığımızı sərf eləyirik, bəzi məsələlərə mütəriz oluruq. Biz nə üçün gələcəyimiz əlimizdən alınır, ayəndəmiz təbəh olur. Nə üçün pərvəndə yaranır, pərvəndə açılır, zindana düşürük, bazdaşda oluruq. Bütün fikirdaşlarımızı deyim, bütün fikirdaşlarımız nə üçün zindan olur? Nə üçün indi zindanda? Haqsızlıq götürülsün, ədalətsizlik götürülsün, sitem-i milli götürülsün, təb'iz götürülsün. Bu məmləkətdəki neçə dilli bir məmləkət, neçə fərhəngli bir məmləkətdir, neçə kültürlü məmləkətdir. Tək dil, tək fərhəng, tək dövlət, tək millət, tək bayraq siyasəti götürülsün. İcazə verilsin o birisi etnik qruplar ya millətdə, hoviyyətdən özdə tərifləsin. Vəhdət milli bir dilin əsasında yaranmasın. O bizim millətdə ya etnik qruplar özləri öz hoviyyətdən tərifləsinlər. Nəinki ayrı insanlar olaraq hoviyyət tərifləsin. Biz iqtisadi təbizləyə, fərhəngi, ictimai, siyasi təbizləyə, mərkəz piramuni təbizləyə, fasili təbəqatiyə, şikaf-ı qovmiyə bunların əsasında mütərizik və bu yolda çalışıq, mübarizə edirik əlimizdən gələn qədər. 120 ildir bu torpaqda, bu coğrafiyada su ilə qan axır xiyabanlarda. Müxtəlif cönbeşlər olub, inqilab olub İran coğrafiyasında. Hamısı da buna görə yaranıb ki, bu məmləkətə azadlıq gəlsin, ədalət gəlsin, istibdad götürülsün. Amma nə istibdad götürülüb, nə azadlıq gəlib, nə idalət gəlib. Nə düşüncə, nə fikir, nə söz azadlığı, qələm azadlığı var. Nə idalət var ki, qovmi, təbəqati sistem olmasın deyək, idalət var, büdcədə, maliyyatda. Nə şəffafiyyət var. Nə də ki, istibdad götürülüb. Misal olaraq, məşrutiyyət cönbeşidə də hürriyyət, qanuncərai məclis istibdadı götürək, sultanın istibdadını götürək, məhdud eləyək, müqəyyid eləyək qanuna. Amma əməldə o olmadı. Müsəddiq cönbeşində şahın istibdadının zorunun qabağında duymaq istədilər. Kudita ilə duydular qabağında və müsəddiq hərəkəti kudita ilə qoyuldu qiyağa. Lompənlərdən istifadə edib qoydular qiyağa. Şəban Bilmox kimi insanlardan. Və bu gəldi 57 inqilabında İstiqlal, azadi, Cumhuri İslami, İstiqlal şüarı verildi, azadlıq şüarı verildi, Cumhuriyyət, İslami Cumhuriyyət şüarı verildi. Cumhuriyyət yəni mərdum, millət demək. Yəni mərdum, millət, hakimiyyət mərdumundur, millətindir. Ovləviyyət mərdumdur. Amma bugün biz görürük ki, mərdum ovləviyyətdə mərdumun istəklərinə əməl olunmur. Və biz belə həzinə vermişik, verdiyimiz şüarlara çatanmamışıq. İndi 120 ildir bu da fəqət zindanbanlar dəyişilib. Zindan açayları dəyişilib. Zindanın açağı dəyişib, bir də zindanbanlar. İndi də bir cönbeş yaranıb ki, istəyir türkləyə gələn sistemləri, təbizləyə aradan götürsün.